Heç düşündünüzmü, yaşadığımız şəhərə niyə Bakı deyirik? Tarixi, adı və yaranma səbəbləri nələrdir? İlk dəfə 1807-ci ildə şəhər statusu almış Bakının adı ilə əlaqədar tarix boyunca müxtəlif tarixçi, səyyahlar tərəfindən fərqli əfsanələr və fikirlər irəli sürülmüşdür. Təsdiqini tapmasa da, eramızın 2-ci əsrində Yunan-Roma astronomu və coğrafiyaçısı Klavdi Ptolomey coğrafiya əsərində buranın adını çəkərkən Bakını qaytara kimi qeyd etmişdir. Bakının keçmiş digər adlarından biri isə Şəhri Yunan və Səbail idi. 948-ci ildə Bakıya səfər edən ərəb coğrafiyaçı Əl-Məsudi Bakını Bədgah, yəni yerlər məkanı adlandırmışdır. Tarixçi Sara Aşurbəlinin qələmə aldığı məqalədə isə Bakının keçmiş adının Xunsar olduğu deyilir. Xunsar sözünün mənası günəşə doğru çevrilmiş demək. Yenə Sara Aşurbəlinin qeyd etdiyinə görə Bakı adına ilk dəfə 5-8-ci əsrdə rast gəlinir. O dövrdə bura Baqavan və Bakuan adlarıyla tanınmışdır. Baqavan toponimi Hind-Avropa dillərində Allah, günəş mənalarına gəlir. Digər məlumatlara görə isə 7-ci əsrdə həmin ərazidə Baqanların yaşadığı qeyd olunur. Güman edilir ki, Baqanlar bu ərazidə yaşamış ən qədim sakinlər olmuş və günəşə sitayiş etmişdilər. 16-17-ci əsrlərdə bəzi yerli və fars mənbələrdə Bakının adını Badkübə, külək döyən kimi göstərilmişdir. Ən təsdiq olunmuş ki, bir çoxları tərəfindən qəbul edilən fikir isə Bakının adının türk mənşəli Baku sözündən sonra isə Bakı formasına düşdüyü ehtimal edilir. Bakunun təpə, baş sözünün isə böyük və uca mənalarına yarandığı göstərilir. Sizcə növbəti video hansı şəhər və ya rayon haqqında olsun? Şərhlərdə qeyd edin.